Salam dostlar. Adjektiv və ədvörb mövzusuna aid yeni bir incə məqamları nəzərinizə çatdırıram. Fine və yaxud da final. Fine isim kimi cərmə deməkdir, sifət kimi isə yaxşı, əla və ya incə, nazik kimi tərcümə olunur. Example, fine here, nazik dil. Zərf kimi isə yaxşı mənasında işlənir. That suits me fine. Final nədir? Yalnız zərfdir, incəliklə, həssaslıqla, dəqiqliklə tənzimlənmiş, düzəldilmiş mənalarını verir. A finely tuned engine, dəqiqliklə tənzimlənmiş mühərrik. Gəlin indi down-a baxaq. Down sözünüdür, yoxsa prepositions? Hər iki funksiyada çıxış edə bilər. Əgər sözün ardınca tamamlıq, yəni isim əvəzli gəlirsə, bu zaman down preposition olur. Əgər tək başına feili izah edirsə və arxasınca isim gəlmirsə, bu zaman adverb, yəni zərf olur. Sit down, burada zərfdir. Run down the street, burada isə down sözünüdür. Sit down arxasında isim yoxdur. Haraya? Down aşağı. Bu adverbdir. He ran down the street, arxasında street isim gəldiyinə görə haraya, neylə, küçə boyu, yəni qaç. Bu prepositiondir. Xülasə, downdan sonra isim gəlirsə preposition, gəlmirsə adverbdir. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın.